Salamlar, mən Gülnar Fərhadlı, kanalıma xoş gəldiniz. Bugün sizinlə Begegnungen B1 Plus kitabının, yəni həmin bu kitabın kapitel 2-də olan C tərəfini diskussiya eləmək istəyirəm. Yəni birlikdə məncə artıq B1 səviyyəsinə qədər çatıbsınızsa, yəni bunu birlikdə diskussiya eləməliyik deyə düşünürəm. Kitabın üz qabığı, yəni qapaq şəkli bu şəkildədir. Yeni yəni çaplar var, amma məndə olan PDF olduğuna görə və mənə gəlir ki, çoxunda belədir Azərbaycanda. Bunu, yəni bu kitabdan istifadə eləyirik. Deməli, burada mündəricat hissədir. Mən indi işarə eləmişəm səhifələri və direkt gəlirəm kapiteli 2-nin C tərəfinə. Yəni ki, məni izləyənlər bilir ki, birinci mən həmişə qrammatikanı izah edirəm, ondan sonra A və B tərəfindən qayıdıram. Yəni qrammatika, C tərəfdə olan tapşırıqlar və sözlər, ondan sonra isə izah eləyirəm A tərəfi. Yəni normal özüm dərs aparanda da bu şəkildə eləyirəm və izah elədiyim qrammatikaları mən tələb eləyirəm ki, ümumiyyətlə mən necə izah eləmişəmsə, mənə o şəkildə izah eləməyə çalışsın tələbə. Əvvəllər üstündən keçirdim, amma sonra gördüm ki, yox. Yəni bir insan əslində yəni ən yaxşı o vaxt öyrənir ki, o kiməsə onu öyrətmiş kimi olsun. Ona görə mən özüm də sizə məsləhət görərdim ki, siz evdə qrammatikaları özünüzə danışın, tətbiq eləməyə çalışın. Görün siz doğrudan da başa düşürsüz və yaxud da onda siz tam dəqiqliklə deyə bilərsiniz ki, hansı hissədə boşluğunuz var, hansı hissəni tamamilə qavramısınız. Okay. Deməli, başlayaq. Birinci, burada werden yazıb modal feillərdən. Mən əslində Begegnungen kitabının B1 kitabını oradan dərs olaraq oradan keçmirəm, aspektdən keçirəm. Amma çox adam bundan keçir deyə buradan izah eləmək istəyirəm. Deməli, yazıb werden, bu arada səhifəsində deyim, səhifə 60-dadır. Deməli, deyir ki, nicht müssen, nicht brauchen. Deməli, biz gəlin qısaca bir bu nə demək istəyir? Buna bir giriş eləyək sizə. Deməli, siz gəlirsiniz, zəhmət olmasa burada səhifə 161-ə. 161-də bizim modal feillərimiz var və görürsünüz ki, burada yazılıb Wiederholung. İndi biz o müssen üstündə danışaq. Deməli, biz A1 səviyyəsində dedik ki, müssen istifadə eləyirik. Müssen feilini istifadə eləyirik biz Notwendigkeitdə. Yəni nəyinsə bizim üçün vacib olduğunu göstərirdik. Və mənə gəlir ki, B1 səviyyəsinə çatmışıqsa artıq, yəni hamımız bir yerdə hər sözü də Azərbaycan dilinə tərcümə eləmək lazım deyil kimi düşünürəm. Siz də danışanda yarı alman, yarı Azərbaycan danışmağa çalışın. Evdə bir dənə əlinizə stəkan uzadırsınız, deyin ki, ich nehme die Tasse. Belə deyin, ich nehme einen Teller. Ich möchte einen Kaffee. Özünüzə bu şəkildə danışın. Ya da nə bilim, mən o vaxt məsələn bir mətn görəndə onu götürürdüm, güzgün qabağında özüm üçün danışırdım. Özümü o yerində hiss eləyirdim. Belə. Nəysə, indi temamıza qayıdaq. Deməli, temamızda müssen demişdik ki, Notwendigkeit bildirir. Bu bizdə A1 və A2 səviyyəsində bu şəkildə istifadə edirik. İndi B1 hissəsinə keçəndə isə biz bunu istifadə eləyirik infinitiv tuğlu cümlələrlə. Əslində, gözləyin bir dənə, mən görüm aspektinin kitabı varmı məndə? My God. Deməli, aspekti. Bu, burada daha yaxşı izah olunub, amma mən indi bilmirəm o hansı kapiteldədir. Tez-tez baxım, sizə tamamilə deyim. Zupa, tapdım. Deməli, burada bizdə belə bir hissə var. Deyir ki, həmin, bu hissəyə baxırıq. Deməli, həmin burada bizdə göstərir A2 səviyyəsində dürfen feili erlaubnis bildirirdi, yəni icazə bildirir. İndi deyir alternativen immer mit zu infinitiv. Yəni biz artıq ich darf, məsələn, heute Abend ins Kino gehen dediksə, bunu
Biz bunu A2 səviyyəsində deyirik və B1 səviyyəsində, A1 səviyyəsində və A2 səviyyəsində deyirik. Sorry. Burada isə deyirəm, es ist erlaubt heute Abend ins Kino zu gehen ya da es ist mir erlaubt kimi də deyə bilərsiniz. Sonra es ist gestattet, icazə var mənasında ya da ich habe die Erlaubnis heute Abend ins Kino zu gehen. Məndən olsa gəlin bunu buradan cəzbedici kəsək götürək. Çünki burada dediyim kimi daha yaxşı sağlanıbdır. Ondan sonra o biri kitaba qayıdaq. Deməli, dedik ki, modal fe'llər və modal fe'llərin mənaları. Mən həmişə modal fe'llərin dərs keçəndə mənalarını və harada istifadə olmasını mütləq şəkildə soruşuram. Yəni sizin də o şəkildə öyrənməyinizi məsləhət görərəm. Yəni, məsələn, deyirəm ki, dürfen fe'lidir. Nə vaxt istifadə edirik? Yəni Gebrauch formaları hansıdır? Deyirik ki, Erlaubnis, yəni icazəmiz olanda, sonra deyirik ki, Verbot, bu arada bu sıdır. Mən danışa yazanda ola bilsin ki, hərf səhv eləyə bilərəm. Eyni zamanda Verbot verə bilər, inkar mənasında və höfliche Frage var idi bizdə, elə deyilmi? Deyirdik ki, darf ich hier sitzen, icazə var, burada oturum. Yəni biz Azərbaycan dilində also höfliche Frage, Azərbaycan dilində yəni mən burada otura bilərəm deyəndə kann ich demirik də. Çünki können normalda bacarmaq mənasına gəlir. Yəni alman dilinə tərcümə edəndə kann ich hier sitzen, onda deyir ki, mən burada oturmağı bacara bilirəm. Qarşı tərəfdə deyir ki, mən bilmirəm sən ümumiyyətlə bacarırsan, yoxsa yox. Yəni ona görə o dürfen fe'lindəndir. Genau. Bu oldu bizim A2 səviyyə dərslərimiz. İndi biz onu əvəz eləyirik, gördüyünüz kimi bu cür sözlərdən. İndi çox primitiv bir misal göstərim sizə. Bayaq dedim ki, ich darf heute Abend ins Kino gehen. Bu oldu bizdə A1, A2 səviyyə cümləsi. İndi bunu B1-ə keçəndə artıq mən bunu to-lu cümləyə keçməliyim. To-lu cümləyə keçməkdən ötürü, yəni infinitiv to, onda bunlardan birini istifadə edirəm. İndi Erlaubnis və Recht haben. Burada əsasən die Erlaubnis daha yaxşı bu cümləyə uyğun olur. Deyirəm ki, ich habe. Sonra istəsəniz die Erlaubnis deyin, istəsəniz sadəcə Erlaubnis deyin artikelli versiyasından die Erlaubnis. Sonra vergül qoyuruq. Çünki infinitiv to-da necə idi? Bu şəkildə ayrılırdı. Die Erlaubnis bu hissəsi ins Kino. Artıq məndə nə olmalıdır? Demişik ki, alman dilində 2 dənə güclü fe'l yanaşı işləmir. İstisnalar əslində və Einstein aspektində daha yaxşı yazılıbdır. Mən bu kitabdan keçmirəm deyə bu kitabın qrammatik ardıcıllığını bilmirəm. Yəni indi sizə dərs keçəndə 2-3 dəqiqə əvvəl baxdım. Yəni indi YouTube üçün dərs qoyanda. Deyir, ich habe die Erlaubnis ins Kino zu gehen. Bizim Azərbaycan dilinə indi bunu tərcümə eləsək, qısaca belə bir hissələrlə yazım. Mənim deyirik ki, bugün axşam kinoya getməyə, həmin bu getməyə hissəsi bizdə zu geyendir. Sonra deyirik ki, icazəm var. Belə. Bu oldu bizdə to-lu versiyalar. Yəni burada digər fe'llərin özünüz üçün qeyd edə bilərsiniz qarşılığında nədir və yaxud da aspekti kitabına baxa bilərsiniz B1 plusa. İndi biz qaydaq öz kitabımıza, yəni dərs keçdiyimiz kitaba, bu hissiyə. Deməli, burada bizə nə deyir? Deyir ki, müssen, deməli deyir, nicht müssen və nicht brauchen. Deyir ki, müssen fe'lini brauchen-dan əvəz eləyə bilərik fe'l olaraq. Amma aspekti daha modern Deutsch olduğuna görə, görürsünüz, burada necə yazıb? Deyir ki, müssen, es ist nicht notwendig, es ist nicht erforderlich, nicht gezwungen və yaxud da haben-dan əvəz eləyə bilərik. Əslində, mənim də normalda Almaniyada eşitdiyim budur. Amma brauchen-dan da istifadə edə bilirik də. Mənə gəlir ki, bu B1 plus kitabı aspekti çox yaxşıdır. Çünki mən öz tələbələrimə bunu keçəndən sonra oraya gedir, B2 imtahanı verir, keçirlər. Genau. İndi biz
bu hissəni izah eləyirik. Üzr istəyirəm, çox o tərəf çevirdim. Deməli, deyir ki, müssen, burada başlayırıq indi. Nicht müssen, yəni malım əlini inkar eləyirik, elə deyilmi? Görün, bununla yazın. Yəni nicht malım əli və yaxud da nicht brauchen, brauchen-da ehtiyac olmaqda, ehtiyacınız yoxdur mənasındadır. İndi burada mənə yazıb pozitiv. Yəni pozitiv mənada malım əli harda istifadə olunur? Deyir ki, du musst, burada buranı oxuyuram. Deyir ki, du musst noch die Rechnung bezahlen. Sən hələ hesabı ödəməlisən. Pozitiv dediyimiz, yəni cümlədə inkar yoxdur. Onu nəzərdə tutur sizin üçün. Sonra deyir ki, ich muss die Tablette nehmen. Bu bizdə notwendigkeiti bildirir. Yəni bizim özümüzün yəni daxili məcburiyyətimiz bir növ belə deyim, eləməli olduğumuz şey, bizə vacib olan şeylərdir. Mən deyir, tabletka deyir, atmalıyam, yəni dərman içməliyəm. Sonra nicht müssen, görürsünüz yazıb negativ, yəni cümləmiz artıq inkardadır. Negativ o mənada deyir. Deyir, du musst die Rechnung nicht bezahlen. Sən hesabı ödəməməlisən də. Belə deyir və yaxud da du musst keine Tabletten nehmen. Sən, also doch ich muss keine Tabletten nehmen. Mən dərman içməli deyiləm. Belə mənasına gəlir. Və yaxud da dərman qəbul eləməli deyiləm. Sonra, indi ola bilər ki, mən tərcümə eləyəndə bəzi şeylər, yəni bizim gündəlik Azərbaycan dilinə tərcümə eləyirəm. Mən ümumiyyətlə hərfi tərcüməni, necə deyim, A1, A2 səviyyəsində hərfi tərcüməyə çox önəm verirəm. Deyirəm ki, baxın, cümlə quruluşuna fikir verin. Amma B1-dən etibarən mən normalda, məsələn, B1-də feillərin keçmiş zamanları və s. olur da, indi burada kapitelin də axırında var, görürsünüz burada. Mən məsələn, onlardan deyirəm ki, tutaq ki, anbieten feili. Deyirəm, anbieten nə idi? Deyir, təklif eləmək. Ondan sonra zamana görə dəyişdirirəm. Bietet an, bot an, sonra hat angeboten kimi. Və sonra mən Azərbaycan dilində cümləni bizim gündəlik danışıq dilimizdə dediyimiz kimi deyirəm. Azərbaycan dilində cümlə verirəm tələbəyə və tələb edirəm ki, onu alman dilinə tərcümə eləsin. Çünki A2-də biz qrammatikaları və s. o qədər, yəni belə hərfi tərcümə elətdirirəm ki, deyirəm Azərbaycanda bu şəkildədir, daha doğrusu Azərbaycan dilində bu şəkildədir, alman dilində bu şəkildədir. Necə ki, burada sizə demək, gözləyin bircə dəqiqə. Necə ki, burada sizə demək, kinoya getməyə, yəni mən artıq kinoya getməyə icazəm var deyəndə, mən tələbim tərcümə eləməlidir ki, və yaxud da siz özünüz də hamınız tərcümə eləməlisiniz ki, bu getməyə hissəsi zu gehen-dir. Çünki A2-nin istəsəniz o infinitiv zu şeylərinə də baxarsınız, qrammatikasına da baxa bilərsiniz YouTube-dan. Yəni, ich habe die Erlaubnis, mənim icazəm var. Bir də görürsünüz ki, çaşır deyirlər mein zat, mənim deyəndə. Deyirəm ki, mənim bir itim var. Məsələn, orada mein demirik də, deyirik ich habe. Almanca yəni mən malikəm deməkdir. Ondan sonra bugün axşam kinoya getməyə icazəm var. Demişəm ki, mənim icazəm var. Buradakı feil icazəm vardı. Sonra bizdə burada olan o getməyə hissəsi alman dilindəki zudur. Yəni artıq siz də bunu bu şəkildə tərcümə eləməyi bacarmalısınız. Yəni B1-dən sonra tamamilə özünüz Almaniyada çox yaxşı idarə eləməyi bacarmalısınız. Ona görə tək mən ümumiyyətlə, bir də görürsünüz, mənə yazırlar ki, nə bilim, sizin videolardan baxdıq, A1, A2 qurtardıq, B1-dən başlayaq. Yəni, tək mən qrammatikaları burada sizə maksimum izah eləyə bilərəm. Yəni, danışığa nə dərəcədə kömək eləyə bilərəm ki, hərənin özünün bir götürümü var. Bu şeylər individualdir. Bəzi adamlar cümləni tez qurur, bəzi adamlar cümləni qura bilmirlər, yəni, belə. Neysə. Deməli, burada da deyir ki, ich muss keine Tablette nehmen, mən dərman içməli deyiləm və yaxud da dərman qəbul etməli deyiləm. Tablettenin einnehmen feilini də nehmen feili də ikisi də bir yerdə uyğundur. Ondan sonra deyir ki, nicht brauchen plus zu, görürsünüz, brauchen güclü feildir. Bizdə hansı feillər çulsuz işlənirdi? Onu bir dənə yadımıza salaq indi qısaca. Deməli, deyirik ki, ohne zu, bu proqram da dəyişib. Deməli, ohne zu. Hansılar idi? Modal feillər. Yəni, modal feilin üstünə direkt biz infinitiv gəlirik. Elə deyilmi? Yəni, feilin məsdər formasını. Gələcək zaman biz futur einsi keçirik. Onun üstünə gəlirik infinitivi. Ondan sonra
Konjunktiv 2-ın biz indiki zamanını zadə keçdikdə, əslində onun keçmiş zamanları və sair də var. Deməli, konjunktiv 2-ya keçdik. İndi bu gün burada da təkrar eləyəcəyik. Və bəzi feillər var, gehen feili kimi. Əslində brauchen də bəzən istifadə eləyirlər. Bu kimi feillər məsələn ich gehe einkaufen deyirik, ich gehe einkaufen bu şəkildə demirik də, sonu demək olar ki, demirik. Belə. İndi burada da deyir ki, artıq biz brauchen feilini bura qoyuruqsa, bizim siyahımızda olmayan bir feildir. Yəni çulsuz işlənən feillər siyahısında deyil bu kitaba görə. Deməli, ona görə orada bir dənə zu əlavə eləyirik. Və indi hələ ki neqativ versiyalara baxırıq da, cümlələrin inkar formasına baxırıq. Deyir ki, du brauchst die Rechnung nicht bezahlen. Sənin hesabı ödəməyə və bu hissə ödəməyə ehtiyacın yoxdur. Deyirik, sənin ehtiyacın yoxdur. Sonra deyirik, hesabı nicht zu bezahlen. Bu şəkildə. Ondan sonra, ich brauche keine Tabletten zu nehmen. Mənim dərman içməyə ehtiyacım yoxdur. Yəni, və yaxud da qəbul eləməyə ehtiyacım yoxdur. İndi, sonra yazıb, nur müssen, nur brauchen zu. Yəni, bizdəki bu nur hissəsi, əsasən mən tələbələrə imtahana gedəndə deyirəm, nurdır, sonra bu cür sifətlərdir, adverblərdir. Bu kimi şeylərə çox diqqət eləyin. İma sözüdür. Çünki sizdə ola bilər ki, orada nua deyilsin, cavabda nua yazılmasın. Onu görürsünüz ki, səhv götürürlər cavab imtahanlarda. Yazıb Einschränkung. Einschränkung alman dilində nəyisə sərhədləmək deməkdir. Yəni sərhəd deməkdir. Necə deyim? Yəni ima deyil də, yalnız hər hansı bir halda keçərlidir mənasına gəlir. İndi deyir ki, du musst nur eine Seite schreiben. Sən yalnız bir səhifə yazmalısan. Yəni ikinci, üçüncü səhifəyə yazmalısan, amma Einschränkungla. Yəni müəyyən bir sərhədlə. Deyir ki, bir səhifə yazmalısan. Du brauchst nur eine Seite zu schreiben. Bunda deyir ki, sən yalnız bir səhifə yazmağa ehtiyacın var. İndi əslində ehtiyacım var kimi də tam belə deyil. Yəni bu cümlələrin əslində burada sizə qoyulan müssendir və brauchendir. Sizdəki bu cümlələr tamamilə bir-birlərinə sinonimdirlər. Yəni siz burada brauchenı da ehtiyacı olmaq kimi yox, sadəcə malı məli kimi də tərcümə eləyə bilərsiniz. Belə. İndi yəni çox qısa bu şeyə baxaq, cebir tapşırığına baxaq. Deməli deyir ki, antworten Sie wie im Beispiel, nümunədəki kimi deyir cavablayın. Soll ich die Rechnung bezahlen? Nein, danke, du brauchst die Rechnung nicht zu bezahlen. Ondan sonra deyir, soll ich dir einen Kaffee bringen? Çox maraqlıdır ki, sollen burada verib, indi sollen bu birisi səhifədə yazılıb. Nəysə, also, orada da deyir ki, nein, danke, du brauchst mir keinen Kaffee mitzubringen. Yəni mənə kofe gətirməyə məcbur deyilsən mənasına gəlir. İndi bu tapşırıqların bir dənə bu zol yazılanları təzə gördüm. Bu hissəyə baxmalıyıq qrammatikada. Deməli, müssen və zollen. Müssen və zollenin fərqi nədən ibarət idi? Biz Azərbaycan dilinə hər ikisini tərcümə eləmişdik. Burada malı məli kimi. Elə deyilmi? Və demişdik ki, müssen bizdə notwendigkeit bildirir. İndi burada püflik sözünü izah eləyəsiyəm nə mənada deyir. Və bizdə sollen feil, auftrag, tapşırıq və yaxud da bunun yanına istəsəniz befehl də yaza bilərsiniz. Ufu hərfidir. Befehl, əmr yaza bilərsiniz. Sonra yazır Weiterleitung eines Auftrages. İndi onu da izah eləyəsiyəm. Bu o deməkdir ki, bu arada tərcümə eləyim. Deyir ki, bir dənə tapşırığın ötürülməsi, Weiterleitung forward eləmək deməkdir. Sonra, yəni ötürürük. Deməli, Frage nach dem Wunsch eine andere Person, digər bir nəfərin deyir, arzusu və konjunktiv 2 formasında isə sollen, sollte forması məsləhət mənasında gəlir. İndi, deməli, birinci biz baxırıq burada müssen feilinə. Deyir ki, mein Auto stand im Parkverbot. Deməli, park icazəsi olmayan yerdə deyir, dayanır mənim maşınım. Dayandı maşınım daha doğrusu. Bu stehen feilinin präteritumudur. Sonra yazıb, ich muss 50 Euro Strafe bezahlen. Bunun qabağına püflik yazıb. Püflik əslində məcburiyyət deməkdir. İndi korona dövründə falan da bəlkə buralarda olanlar biz olub. Orada deyirdi ki, Masken püflicht.
Yəni maska taxılmaq məcburiyyəti var. Bu o deməkdir ki, yəni bunu mən eləməliyəm. Amma tam da o Ich muss lernen-dəki kimi deyil. Burada da yenə bir dənə məcburiyyət var başqa bir tərəfdən. Deyir, ich muss 50 euro Strafe bezahlen, mən 50 avro ştraf ödəməliyəm və yaxud da cəza ödəməliyəm. Sonra deyir, ich muss heute länger arbeiten. Bu tamamilə mənim özümün iradəm daxilindədir ki, mən bugün uzun işləməliyəm. Belə. İndi sollen feilinə baxırıq. Sollen feili deməli bizdə Auftrag, tapşırıq və yaxud da befehl əmr. Deyir ki, ich soll heute länger arbeiten. Sonra sizə ikinci bir fikri verir. Deyir ki, mein Chef hat das gesagt. Yəni mənim şefim bunu mənə dedi. Yəni mən işləmək istəmirəm. Məsələn, şef mənə dedi ki, sən bugün çox işləməlisən. Yəni uzun işləməlisən daha doğrusu. Länger daha uzun müddət. Məsələn, sizin işiniz saat 5-də qutarır, deyir 7-yə qədər işləməlisən. Bu şəkildə. Ondan sonra deyir Weiterleitung, yəni ötürülməsi, informasiyanın ötürülməsi və yaxud da tapşırığın ötürülməsi. Deyir Frau Körner hat angerufen. Frau Körner deyir zəng elədi. İndi sonra deyir du sollst sie zurückrufen. Yəni sən ona geri zəng eləməlisən. Deməli, biz Azərbaycan dilində deyirik ona zəng eləmək, amma zurückrufendir, anrufendir. Bunlar Alman dilində akuzativ feillərdir. Yəni biz türklər, yəni Türkiyə türkçəsində daha yaxşı tərcümə olunur. Onu geri aramalısın mənasında deyir. Yəni onu zəng eləməlisən mənasındadır. Bu hissə sizi çaşdırmasın. Frau Körner'ın zisidir bu qadın cinsində. Ondan sonra bu deməli başqasının istəyini ötürdük, tapşırığını ötürdük bu cümlədə və ondan sonra gəlir soll ich Kaffee kochen. Bu arada bunların hamısı wiederholungdur. Ona görə mən dənə-dənə yazmıram. Yəni bunlar əslində bilinməli şeylərdir. Suallarınız olsa zəhmət olmasa kommentariya yazarsınız. Deməli, soll ich Kaffee kochen, mən deyir kofe bişirim, yəni kofe süzümü hazırlayım mənasında. Kofe və çayı kochen eləyirik Alman dilində. Deyir, frage nach dem Wunsch eine andere Person. Eine andere Person bilirsiniz ki, genitivdədir və ona görə bundan belə tərcümə eləyirik. Deyir ki, başqasının, başqa bir nəfərin arzusunu soruşmaq. Nach nəyə görədir? A2-dən yadınızda qalmalı idi ki, Fragen nach dativlə bir yerdə işlənir. Yəni verb mit preposisyonu olan şeylər var. Bu feillər başımızı oynatır. Preposisyonu var, zamanı var, nələr var. Deməli, Fragen nach dativlə işlənir. Yəni nəsə, məsələn, ich frage nach dir. Yəni o deməkdir ki, mən sənin haqqında soruşdum mənasındadır. Belə soruşuram daha doğrusu. Belə. Ondan sonra burada elədir, soll ich Kaffee kochen? Yəni kofe hazırlayın və yaxud da süzüm. Sonra deyir, du solltest mal einen Sprachkurs besuchen. Sonra empfehlung verir. Yəni konjunktiv 2-də artıq bunun qətiyyən präteritumdan dəyişik salmayın. Bilirsiniz ki, yəni bilməlisiniz ki, präteritumda olan bəzi feillərlə konjunktiv 2-ın feilləri eyni ola bilir. Məsələn, sollen feili. Həm präteritumda, həm də konjunktiv 2-da sollte şəklində olur. Amma siz kontekstdən başa düşməlisiniz ki, o məluməlidirmi? Yəni oradakı präteritumunu və ondan sonra yoxsa konjunktiv 2-dır. Deyir, du solltest mal einen Sprachkurs besuchen. Buradakı mal bir mənasına gəlir. Sən deyir, bir deyir, dil kursuna baş çəkməlisən və yaxud da dil kursuna getməlisən deyirik də biz Azərbaycan dilində. Belə. Ondan sonra buradakı cümlələri o şəkildə brauchen-dan əvəz eləmişik. Amma dediyim kimi aspektdə məncə bunların əvəzi daha yaxşıdır. Neysə. Burada oldu C2 tapşırığına baxırıq. Sollen o da müssen, ergänzen Sie, sollen o da müssen. Deməli. Burada deyir ki, ich dich vom Bahnhof abholen. Deyir, mən səni, yəni bu hissə necə deyir? Mən səni vağzaldan götürüm. İndi. Burada biz C3 tapşırığında bura indi sollen mi qoymalıyıq, müssen mi qoymalıyıq? Sual cümləsidir və özümüzə qoyuruq və qarşı tərəf mənə hə və yaxud da yox deməlidir. Yəni, məndəki həmin bu versiyadır. Nach dem Wunsch eine andere Person və burada artıq soll olmalıdır da, elə deyilmi? Deyirəm ki, soll ich, güzel yazdım, soll ich dich vom Bahnhof abholen. Mən səni vağzaldan götürməliyəm və yaxud da götürüm
O da mənim cavabımda deyəsidir ya, o da nein. Genau. İkinci cümleye baxırıq. İkinci cümlədə deyir ki, ich nöqtə nöqtə die Arbeit unbedingt bis Freitag beenden. Mən deyir, işi mütləq şəkildə, unbedingtdən mütləq şəkildə 5-ci günə qədər bitirməliyəm. Bu Notwendigkeitdir. Yəni mənim, çünki ikinci bir fikir yoxdur ki, burada Chef sagt deyə bir şey yoxdur. Ona görə müsəm feilini qoymalıyıq. Yəni ich muss deyirik die Arbeit unbedingt bis Freitag beenden. Sonra üçüncü cümləyə baxırıq. Üçüncü cümlədə Herr Müller hat angerufen. Sonra deyir, du nöqtə nöqtə in zurückrufen. Bu elə en yuxarıdakı tapşırıqdır da. Buradakidir. Yəni Weiterleitung eines Auftrags. Orada da deyirik ki, du sollst ihn zurückrufen. Bu şəkildə tapşırıqları tamamlamalısınız. Genau. İndi burada qısa bir şey var, təkrar var. Bunun hərəsindən qısa-qısa mənə elə gəlir ki, cümlələr yaza bilərik. Qaraya çevirim. Genau. Deyir ki, Fähigkeit. Fähigkeit bizdə nə idi? Bacarıq demək idi Alman dilində. Deyirdi ki, ich kann sehr gut Tennis spielen. Mən çox yaxşı tenis oynamağı bacarıram. Ich kann sehr gut schwimmen. Ich kann gut schwimmen. Ich kann sehr gut Deutsch sprechen. Ümid edirəm ki, bu cümlələrin hamısını başa düşürsünüz. Ondan sonra Gelegenheit. Gelegenheit Alman dilində şans sözüdür. Almanlarda da var bu söz. Chance kimi tələffüz edirlər. Gelegenheit nəyisə mümkün olduğu və yaxud da Möglichkeit mənasına, şans mənasına gələ bilir. Möglichkeit. Üzrlü sayın, biraz şey oldu. Deməli, du kannst jetzt duschen, sən indi duş ala bilərsən. Və yaxud da du kannst jetzt nach Hause gehen. Yəni indi gedə bilərsən sən, indi şans var getməyinə, indi mümkündür getməyin, evə getməyin. Du kannst jetzt heute nach Hause gehen. Belə deyə bilərik. Ondan sonra dürfen feiline baxırıq. Dürfen feili erlaubnis höfliche Frage verib, amma Verbotdakı inkar versiyasında olur da. Deyir ki, man darf nur in der Raucherecke rauchen. Buna ən çox, mən hardasa deyəsəm, bilmirəm, 6-7 ildir Azərbaycana gəlməmişəm. Ona görə bilmirəm ki, bizdə də var belə bir şeylər. Yəni, burada Rauchereckelər əsasən dayanacaqlarda və yaxud da vağzallarda olur. Yəni, axı indi yəni öffentlich olan yerlərdə siqaret çəkmək şeydir də, yəni eingeschränktir. Siqaret çəkmək üçün belə bir orada zibil qabı qoyurlar və deyirlər ki, ancaq siqareti orada çəkə bilərsiniz. Belə. Burada da deyir ki, man darf nur in der Rauchecke, yəni həmin o siqaret çəkilməyə icazə olunan yer, məsələn, Hauptbahnhoflarda və yaxud da Bahnhoflarda, vağzallarda onlar əsasən platformaların hər hansısa bir küncündə olur, bir başında olur. Yəni belə hamının dayandığı yerlərdə olmur da, belə deyim, düz ortada qoymurlar belə. Sonra deyir ki, darf ich hier mal telefonieren. Burada da bir dəfə zəng eləməyimə icazə var və yaxud da telefonlaşmağıma icazə var. Gördüyünüz kimi buradakı da höfliche bitirdi. Sonra wollen feilinə baxırıq. Absicht. Absicht bizdə niyyətimiz olmağı deməkdir. Məsələn, ich will in Deutschland arbeiten. Mən Almaniyada işləmək niyyətindəyəm. Ich möchte in Deutschland arbeiten. Bu artıq arzulamaq mənasındadır ki, mən Almaniyada işləməyi arzuluyuram. Belə. Deməli, ich will mir ein neues Auto kaufen. Mən deyir özümə, çünki normalda kaufendir, wünschendir, bunları refleksiv versiyasından da istifadə edə bilərik də. Mən özümə arzuluyuram mənasında, mən özümə alıram mənasındadır. Burada mir mənası odur. Ich will mir ein neues Auto kaufen. Mən özümə təzə maşın almaq istəyirəm. Sonra mögen feilinə baxırıq. Mögen feili vorliebe bizim üstünlük verdiyimiz şeylər, yəni xoşumuza gələn şeylər belə deyim. Antipati yazıblar, bu yanına sympati də yaza bilərsiniz. Çünki pozitiv mənada sympati bildirir də, bir adama olan simpatiyamızı bildirir. Məsələn, deyirəm, ich mag dich. Yəni mənim səndən, yəni ich mag dich, mənim səndən xoşum gəlir deyəndə, mən səni xoşluyuram bu mənada. Ondan sonra gəlin tərcümə edək. Ich mag Vanilleneis mit heißen Himbeer. Himbeer, mən Azərbaycan dilində də bilmirəm. Böyürtkənlə o biri şeyin fərqi nədir? Yəni biz, nə deyim, mən tovuz deyirəm, biz qara moruq, qırmızı moruq demişik. Burada Himbeer'da bildiyim qədərindən qırmızı moruq olmalıdır deyə düşünürəm. Sonra ich mag Vanilleneis, vanilli ice, yəni
vanilli dondurma, isti, həmin bu himbeya sosunu nəzərdə tutur. Ondan deyir xoşlayıram. Sonra ich mag meinen neuen Chef nicht. Mən təzə şefimizi xoşlamıram. Və yaxud da nicht siləndə deyirik ki, ich mag meinen neuen Chef. Mən təzə şefimi xoşlayıram. Burada isə sympati oldu da bu nicht siləndə. Genau. İndi möhtəyə baxaq. Möhtə deməli bizdə bildirir Wunsch. Üzr istəyirəm, boğazım ağrıyır. Deməli, burada sadəcə Wunsch yazıb və yaxud da burada also höfliche bitte mənasına da gələ bilər. Yəni siz restorana gedəndə əgər yəni konjunktiv 2 ilə danışmırsınızsa, ich hätte gern demirsinizsə, ich möchte bitte deyirsiniz. Yəni ich will qətiyyən demək olmaz. Yəni möchten həm wunsch bildirir, həm də höfliche bitte bildirir. Nəzakətli ricanı bildirir. Burada isə nəzakətli sualdır dürfəndə. Onu qarışdırmayın. Ich möchte gern ein Doppelzimmer reservieren. Mən bir neydi onun adı? 2 nəfərlik otaq məmnuniyyətlə rezervasiya eləmək istəyirəm. Amma bu burada wunsch deyil. Bu dediyim kimi bunu biraz şey yazıblar. Bu wunsch deyil, bu höfliche bittedir. Okay? Ham belə yazsın. Wunsch demək istəsəm, deyirəm ki, ich möchte üzümü sən çox pis xətmə yazdım, sintezlə yazdım. Deməli, ich möchte in Deutschland studieren. Mən Almaniyada təhsil almağı arzulayıram. Bu şəkildə. Genau. Bu da buradan beləcə tamam oldu. C3-cü tapşırıqda əməllə gəlir ki, bunu da eləməlisiniz ki, können, sonra burada gəlir kannst, bu buraya tərəfdə contest. Demişdik ki, preteritumda birinci şəxslə üçüncü şəxs bütün feillər üçün eyni olur. Yəni tək modal feillər yox, bu şəkildə tamamlayırsınız. Sonra yazıb möchte. Aha, mən bunu həmişə deyirəm tələbələrə A1 səviyyəsindən etibarən. Bir möchten hat keine eigene Vergangenheitsform. Biz möhtəni 6 üstəgəlsin bir modal feil kimi keçirik də. Deyirik ki, həmin bu möhtəni biz yalnız indiki zamanda işlədirik. Nə gələcək mənasını, nə də keçmiş mənasını işlətmirik. Onun yerinə möhtənin voltdən istifadə edə bilirik. Genau. Ondan sonra gəldik, çatdıq. Jemanden höflich bitten. Birindən neysə nəzakətli formada rica eləmək. Bu arada bitten akuzativlə istifadə olunur da. İş və feilin özü də akuzativdir. Yəni mən səndən kömək rica edirəm deyəndə, mən məsələn B1-də olan dediyim kimi tələbələrə belə deyirəm. Mən sənin köməyini rica edirəm. Və yaxud da mən səndən kömək rica edirəm deyəndə, Alman dilində ich bitte, also von dir demirik. Demirik, qətiyyən. Çünki bitten akuzativdir. Ich bitte dich deyirik. Dich. Ondan sonra köməyini deyirəmsə, kömək eləməyini və yaxud da köməyini rica edirəm. Onun qabağında mütləq dayanmalıdır. Ondan sonra akuzativ versiyonda başqa şey deyirik. Yəni bitte sözünü deyirik. Ich bitte, bitte nə idi? Hilfe deyirik. Genau, ich bitte dich die Hilfe və yaxud da deine Hilfe. Yəni burada oca deine lazım deyil, çünki burada dich dedik də deyə düşünürəm. Deməli bu deyirik ki, ich bitte dich die Hilfe. Və yaxud da ich bitte sie die Hilfe. Sizdən kömək eləməyinizi rica edirəm. Yəni mən dediyim kimi B1-də olanda tamamilə Azərbaycan dilində biz necə düşünürüksə, necə gündəlik, yəni Azərbaycan dili bizim ana dilimizdir də, necə danışırıqsa mən o şəkildə cümlələri verib geri tərcümə eləməyini tələb edirəm öyrənənlərin. Yəni belə tələbələr də deyəndə normalda yəni bəlli bir yaşın üstündə olmuş olan insanlar olur. Çünki biz necə düşünürüksə, təzə-təzə onları tərcümə edirik, elə deyilmi? Zamanla amma artıq Alman dilində düşünməyi öyrənəcəyik. Biz necə Azərbaycan dilində ağzımızdan çıxan sözdən qabaq beynimizdə tərcümə prosesi getmirsə, o şəkildə Alman dilində də zamanla danışasıyıq. Genau, indi gəldik die höfliche bitte hissiyə çatdıq. Deməli, im konjunktiv 2.
wiederholung yazıb, yəni təkrar. Deməli, bizdə həmin bu bitten feili, feil nədir? Konjunktiv 2 ümumiyyətlə əslində alman dilində bir zaman formasıdır. Biz əsasən istifadə edirik, yəni dil öyrənənlər olaraq istifadə edirik. Nəzakətli danışıq forması. Və siz elə bilməyin ki, Almaniyada doğrudan da bundan danışmırlar. Biz bunu kitabda keçirik. Elə deyil. Əmin olun ki, biz bunlarla danışırıq və gündəlik həyatda da dəfələrlə eşidirik. Deməli, haben feilinin demişdik ki, ümumiyyətlə necə düzəldirdik konjunktiv 2? Deyirdik konjunktiv 2 haben və sein feilinin özünü qoyduq. Modal feillərin özünü qoyduq konjunktiv 2-nə, yəni o bir zaman formasıdır alman dilində və digər feilləri demişdik ki, werden feilinin konjunktiv 2 ilə düzəldirik. O da olurdu würde. Deyirdik ki, bəzi feillərdə deməli konjunktiv 2 düzəltməkdən ötürü əslində bütün feillərin konjunktiv 2 versiyası var. İntaz Allahdan bizə bu belə bir yaxşılıq eləyiblər, sağ olsunlar ki, qalan güclü feillərin hamısından biz şeylə istifadə edirik də, würde-lə. Amma məsələn, brauchen kimi belə feillər var ki, gündəlik həyatda da danışanda onun özünün konjunktiv 2-ni istifadə edirlər alman dilində. Genau. Ola bilər ki, konjunktiv 2 bizim həmin bu sollen feilimizdəki kimi, bax bu sollte forması 3-cü şəxsin təkində həm konjunktiv 2-ni görə bilərsiniz, həm də präteritum görə bilərsiniz. Və yaxud da məsələn, görürsünüz, konnte, können feilinin präteritumudur. Üstə 2 nöqtə qoyduqsa, oldu konjunktiv 2 və könnte şəklində deyirik. İndi gəlin tərcümə eləyək çox qısa. Deməli, deyir ki, haben Sie morgen Zeit, sabah vaxtınız var. Hätten Sie morgen Zeit, sabah vaxtınız olar. Biraz mədən danışıq dilidir. Der Montag ist gut, birinci gün yaxşıdır. Der Montag wäre gut. Montag, yəni birinci gün yaxşı olar. Yəni daha belə nəzakətli, daha belə Azərbaycan dilində birəcə də mənə gəlir ki, yeri gələcək zamanı oxşuyur. Ondan sonra kann ich hier mal telefonieren? Könnte ich hier mal telefonieren? Zəng eləyə bilərəm. Zəng eləyə bilərdim. Əslində Azərbaycan dilində bu bilərdim hissəsi tam olaraq əslində burada da bilərdim deyil. Çünki keçmiş zamana aid konjunktiv 2 deyil. Dediyim kimi konjunktiv 2-nin keçmiş zamanları və s. var. Yəni biz bunları bilmirəm şeydə deyəsən B2-də və s. var. B2-də elə bir mittelpunktda və s. var. C1-də əsasən öyrənirik. Yəni ich hätte gesagt, deyərdim. Mən belə deyərdim. Belə. Amma ich würde sagen, mən belə deyərəm mənasındadır. Belə. Genau. Ondan sonra C7-də konjunktiv 2 düzəldirsiniz, qəşəng hamısını doldurursunuz. Əgər doldura bilmirsinizsə, cavab kartından birinci feilləri öyrənin, ondan sonra tapşırığa baxın. Bir gözünüz orada, bir gözünüz burada tapşırıq eləmək sizə bringt nichts, yəni heç nə gətirmir. Genau. Sonra deyir, sagen Sie es höflicher, daha nəzakətli deyin, würden infinitivlə düzəldirsiniz. Və gəldik, çatdıq verb mit akuzativ, dativ, dativun da akuzativ. Akuzativ olan feilləri bilirsiniz ki, bayaq dedimi, anrufen, ich rufe dich an. Ich bestelle, eine Hose. Ich beantworte deine Frage. Vs. İndi dativ olanlarda ich antworte dir. Ich danke dir. Ich glaube dir. Ich helfe dir. Vs. İndi dativ və akuzativ. Dativ və akuzativdə burada cümlə var, ardıcıllığı var. Ki, feildən sonra birinci dativ mi gəlməlidir, akuzativ mi gəlməlidir? Mən bunu əslində A2-də də demişdim, amma çox qısa gəlin burada da deyim. Deməli, əgər burada dativ görürsünüz, pronomenlə əvəz olunub. Pronomenlə əvəz olunubsa qabaqda gəlir. Bu isə nomenlə əvəz olub da, akuzativ. Ümumiyyətlə, hər hansı biri, istər akuzativ, istər də dativ. Pronomen olsa birinci pronomendir. Yəni burada çox qısa belə bir şey yazaq cümlə siyasında. Deməli, dativ bizdə ifadə olunubdur pronomen. Akuzativ istifadə olunub nomenlə, eyni bu cümlədəki kimi. Birinci dativ gəldi, sonra ikinci akuzativ gəldi. İndi həmin bu dativ bizdə oldu nomen, yəni ismi birləşməklə əvəz olundu. Buradakı kimi. Akuzativ, yəni burada akuzativin istifadə olunduğu kimi nomen formada.
Akuzativ istifadə olundu pronomenlə. Onda birinci, yenə pronomen olan hansıdırsa akuzativ, plus dativ gəlməlidir ikinci yerdə. İndi hər ikisi əgər nomenlə olsa, yəni dativ də nomendir. Üstünə gəlirik. Akuzativ də nomendir. Nə ilə olurdu? Birinci dativ gəlirdi. Ondan sonra birinci dativ, ondan sonra akuzativ gəlirdi. Ich, məsələn, kaufe meiner Mutter, yəni meine Mutter. Qısaca yazın. Ich kaufe meiner Mutter dativ. Məsələn, eine Brille. Hər iki ismin halı istifadə elədik. Daha doğrusu özünü nomenlə ifadə elədi. Yəni isimlə ifadə elədi. Ona görə birinci dativ gəldi, sonra isə akuzativ gəldi. Genau. Bir dənə versiya qaldı. Deməli, əgər ki dativdə pronomen oldu, plus akuzativdə pronomen oldu, onda birinci akuzativ gəlir. Sonra dativ gəlir. Necə? Yəni, meine Mutter burada dativdə iya deməkdir. Elə deyilmi? Brille isə zi deməkdir. İndi mən Azərbaycan dilində deyirəm və Alman dilində deyirəm. Mən onu ona alıram mənasında. Yəni, deyirəm ki, ich deyirəm kaufe, zi, akuzativ, iya. Ona. Bu şəkildə. Yəni, burada zi akuzativ, eynəyi, iya isə oldu ona, qadın cinsində meine Mutter göstərdik, dativ. Bu cümlə sırasıdır. Hansı feillərdə onlar həm dativ, həm də akuzativ tələb eləsinlər həmin feillərdə. Ondan sonra infinitiv zu hissəyə gəlirik. Infinitiv zu, gördünüz ki, yəni məstər formasının zu ilə düzəlməyi. Yəni məstər forma zu hissəciyi ilə bir yerdə. Wiederholung yazıb. Deyir, ich empfehle dir, die richtige Kleidung zu tragen. Mən sənə deyir, doğru paltarı geyinməyi deyir, məsləhət görürəm. Yazıb, empfehlen und raten steht auf ein infinitiv mit zu. Dediyim kimi, infinitiv zu olmayan feillər, burada hələ ki çox belə primitiv qeyd elədik. Dedik ki, bu feillər siyahısını gördümsə, o ne zudur. Hələ ki, yəni bundan başqa hansı feilləri gördünüzsə, machen, nə bilim, aufmachen, holen, abholen və s. schreiben. Hansı feili gördünüzsə, onları direkt zulu versiyanı qoyun. Genau, ich rate dir, raten and empfehlen eyni mənaya gəlir. Mit Kunden nicht über Politik zu sprechen. Yəni, müştərilərlə politika haqqında danışmamağa məsləhət görürəm. Sonra burada yazıb, Sie dürfen mit Kunden nicht über Politik sprechen. Nach Modalverben steht kein infinitiv zu. Yəni, əslində eləmə. Baxın, burada. Mən bugün kinoya gedə bilərəm deyirik. Elə deyilmi? Orada da gedə bilərəm hissəsi, həmin o getmək hissəsi. Orada da əslində zu kimi olur tərcüməsi. Amma feilin özü, yəni dürfen feili özündən sonra zu-nu istəmir. Ona görə orada zu yoxdur. Amma tərcümədə yenə biz Azərbaycan dilindəki a, ə və s. kimi şeylər qoyuruq. Elə deyilmi? Burada isə elə olmadı da haben feilini güclü feil kimi qəbul eləyək və yaxud da baxaq görək bu siyahımızda o ne zu siyahımızda yoxdursa, onda deməli həmin feili biz zu ilə istifadə eləyə bilərik. Mənə elə gəlir ki, primitiv şəkildə bu cür yadınızda qalsa imtahanda da daha bu şəkildə rahatlıqla yaza bilərsiniz. Genau, burada ich habe keine Lust. Bu cümlələrin hamısını gündəlik həyatınıza qoyun. Mənim deyir, həvəsim yoxdur. Deyir, in der Kantine zu essen. Mənim deyir, kantində yeməyə həvəsim yoxdur. Sonra, ich habe keine Zeit, die E-Mail zu beantworten. Mənim e-maili cavablandırmağa vaxtım yoxdur. Ich habe keine Zeit zu essen. Yemək yeməyə vaxtım yoxdur. Ich habe keine Zeit, nə bilim, zu duschen. Duş almağa vaxtım yoxdur. Yəni, siz gündəlik həyatınızda çalışın ki, bu şeyləri artıq həmin buradakı şeylərin çoxunu tətbiq etməyə çalışın deyə məsləhət verə bilərəm. Mən də sizə bunu rahatın eləyərəm. Sonra gəldik
endeklinasyon. Ondan sonra deyəsən qurtarır. Genau. Və endeklinasyon. Endeklinasiyonda olan ümumiyyətlə endeklinasyon kişi cinsinə aiddir. İsimlərə aiddir və isimlərdə olan kişi cinsinə aiddir. Burada əzbərləməlisiniz bunları. Ki, hansı isimlər, kişi cinsində olan isimlər endeklinasiyondular. Endeklinasiyonun özəlliyi nədir? Bu endeklinasyon özəlliyi ismin sonuna n hərfinin gəlməyidir. İş orasındadır ki, biz demişdik kişi cinsində genetikdə isimlərin sonuna çox halda s gəlir. Elə deyilmi? Amma bu endeklinasiyonda olan isimlərdə görürsünüz, burada s'dir, amma bunun axırına yenə n gəlir. Bu cür burada ancaq kundəni misal göstərib, görün başqa. Məsələn, kollegedir, namə sözünün özüdür. Nachbarnsat sözü var idi bizdə yadınızdadır mı? Her sözüdür. Yəni, məsələn, deyirəm ki, məsələn, demirəm ki, mit, Herr Müller, belə deyək, gesprochen. Mein Gott. Also, gesprochen. Demirik, Herren deməliyik. Niyə? Çünki endeklinasiyonda və nominativdən başqa yerdə qalan bütün hallarda, akuzativdə də, dativdə də, genitivdə də həmişə sonuna bir dənə n hərfi gəlir. Oldu? Herren Müller. Bu şəkildə olmalıdır alman dilində. Endeklinasiyonun dediyim kimi şeyi budur, özəlliyi budur. Və bunların hamısını öyrənməlisiniz. Əslində baxın görün hansılar daha belə gündəlik həyatda daha çox istifadə olunandır. Məsələn, kundedir, kollegedir, jungedir. Bunlar Zeugedir. Yəni bunları istifadə olunur. Nə bilim, Bauer'dır, Hels'dir, Doktorand. Yəni burada ən azından şeylər qoyulub da, hissələr qoyulub. Sizə ki, sonu bundan qutaranda və student. Bu kimi şeylər. Belə, bu oldu endeklinasyon və bunu sadəcə trening eləmək lazımdır. Belə, namə sözünü çox tez görürük. Məsələn, deyirəm ki, mit meinen Name demirəm. Əslində, mit meinen məsələn, burada kişi cinsində necə deyək? Məsələn, laptop. Mənim laptop. Mənim, yəni dizüstü bilgisayarımdan və yaxud da kompüterim deyə, belə deyək. Amma alman dilində mit meinen Name, mənim adımla deyəndə axırda burada n hərfi olur. Niyə? Çünki Name endeklinasiyondur. Məndə bu şeylər avtomatikləşdiyinə görə artıq mən daha fikirləşmirəm ki, namə sözü endeklinasiyondur yoxsa yox. Yəni dəfələrlə olur işlədirik, gündəlik həyatda istifadə edirik. Nə bilim, buchstabedir, mit kleinen buchstaben, balaca hərflə bir dənə hərfi nəzərdə tuturuq. Bir də yadınızda saxlayın ki, endeklinasiyonda olan isimlər, yəni kişi cisimli isimlər özləri də elə n-lə cəmlənirlər. Belə, bu da oldu kapitel 2 Begegnungen-dən. Sizə uğurlar diləyirəm. Ümid edirəm ki, vaxtım qalar. Yenə də çoxlu videolar çəkərəm. Uğurlar.